Salam, hər vaxtınız xeyir. Güvən kimya sınaqlar toplusunda sınaq 1-də 61-ci sualın izahını indi mən qeyd eləyirəm. Maddə olaraq etil spirtidir. Deyir ki, bu verilənlərə əsasən kimyəvi xassələri müəyyən edin. Mayedir, bir də yazıb. Maye aqreqat halı hər biriniz bilirsiniz ki, fiziki xassədir. Yanma kimyəvidir. 2-ni götürürük. Xüsusi dada malikdir. Dad fizikidir. 78 dərəcədə qaynayır. Fiziki xassədir. Natriumla reaksiyaya daxil olur. Kimyəvidir. Bir də xüsusiyə malikdir. Bu da fizikidir. Demək ki, rəngi, iyi, dadı, aqreqat halı bunlar fiziki xassəyə aiddir. Ərimə və qaynama temperaturu hamısı fiziki xassəyə aiddir. Bizdən kimyəvi xassəsini istəyir deyə natriumla reaksiyaya daxil olur. Bir də ki, xüsusi şeydir, yanır. 2-5 götürürük. 2-5 D bəndi. 64-cü suala baxırıq ki, bəsit maddə deyil. Bəsit maddə bilirsiniz ki, eyni növ atomlardan təşkil olunub. Mürəkkəb maddə isə 2 və daha çox birləşmə maddələrin birləşməsindən əmələ gəlib. Buradan ozonun formulu O3. Brom 2. Sonra yod 2. Yod J2. Fosfor ağ fosfor P4. Bir də ki, su. Suyun formulunu hər biriniz bilirsiniz ki, H2O. Bu zaman bu formulları yazırıq. Burada mürəkkəb maddə olaraq suyu götürdük ki, H2O 2 hidrogen 1 oksigen atomundan təşkil olunub və mürəkkəb maddədir. 70-ci suala baxırıq ki, A maddəsi 25 dərəcədə əriməyə başlayır, 130 dərəcədə qayminlamağa başlayır. Deyir, A maddəsi üçün hansı ifadələr doğrudur? Bu da kimyanın ilk anlayışlarına aid olan bir sualdır. Deyir ki, A maddəsi 50 dərəcədən 150 dərəcəyə qədər qızdırdıqda molekulaların hərəkət sürəti artır. 50 dərəcədə bu hansı aqreqat halına aiddir? Bu onu birinci fikirləşirik ki, 25-də əriyib 130-da qaynayır. 50 dərəcədə 25 ilə 130-un arasındadır deyə 50 dərəcədə maye, 150-də isə qaz olur. Mayədən qaza keçən zaman hərəkət sürəti artır, doğrudur. 20 dərəcədə maye haldadır. Bu yanlış fikirdir, çünki 25-də əriməyə başlayıb. 20 dərəcədə bərk haldadır. 40 dərəcədən 100 dərəcəyə qədər qızdırdıqda aqreqat halını dəyişir. 40 dərəcədə maye, 100 dərəcədə də mayedir. Aqreqat halı dəyişmir. 2-3 yanlışdır. 160 dərəcədən 70 dərəcəyə qədər soyutduqda molekullar arası məsafə azalır. 160 dərəcədə qaz halındadır. 70 dərəcədə maye. Qazdan mayeye keçəndə molekullar arası məsafə azalır. Çünki sıxlıq artır, məsafə də azalır. 1-4 doğrudur. 70-ci sualda doğru cavab 1-4 Y bəndi. 72-ci suala baxırıq ki, oksigen kütlə payı bərabər olan birləşmələri müəyyən edin. Karbonun kütləsini 12 verir, hidrogen kütləsini 1, oksigen kütləsini 16, kükürdün kütləsini isə 32 verir. HCOH-da birinci də indi HCOH-da hesablayaq ki, oksigen kütləsi 16 bölək 2-dən karbon var, H2CO 2 plus 14, 12 plus 16. 16 bölək 30. İkinci birləşmədə yazırıq ki, CH3OH. CH3OH-da bir dənə oksigen 16, CH3-ün kütləsi 12 plus 3 plus 1 plus 16. 16 bölək 32. Bu da buraq 100 olsa 50% eləyir. Yuxarıda ədəd bir çətin tapılır deyə faizi tapmıram. Sonra üçüncüdə HCOH-dır. İkinci CH2OH idi. Üçüncüdə HCOH. 2 dənə oksigen var. 32 bölək 2 plus 32 plus 12. 32 bölək 2 ilə 34, 46. Vuraq 100. 32 bölək 46 vuraq 100. SO2-də isə 4-cü SO2. 32 bölək 32 plus 32 vuraq 100. 32 bölək 64 vuraq 100. O da 50%.
Cavabda 50% olan 2 və 4-dür. 72-ci sualda. 73-cü suala baxırıq ki, X maddəsi bərk maddədir, suda həll ola bilir. Y maddəsi mayedir, suda həll ola bilir. Z maddəsi isə bərk maddədir, suda həll olunmur. X maddəsi bərk maddə, suda həll olan, deyək ki, şəkərdir. Şəkərlə suyun qarışığı eyni cinsi qarışıqdır. Birincidə deyir ki, X plus su eyni cinsi qarışıqdır, bu doğrudur. Sonra ikincidə Y mayedir. Maye qarışıqları eyni cinsi olan spirtlə su. Spirtlə su qarışıqda eyni cinsidir. Y plus su müxtəlif cinsidir, 2 səhvdir. Sonra Z suda həll olmursa, qumla su qarışıqdır. Süzmə üsulu ilə ayrılır. 1-3-dür. Cavab X su distillə ilə ayrılır. X su distillə deyildir. X su X-lə suyu buxarlandırma, kristallaşdırma üsulu ilə ayrılır. Əslində X su distillə götürə bilərik. Bu çünki kimya bu ilki 7-ci siniflərdə sadə distillə və franksiyal distillə üsulu var. Sadə distillə üsulu ilə ayrıla bilər, amma franksiyal distillə üsulu ilə ayrıla bilməz. Bu sualda 1-3-dür doğru cavab. Amma bu keçmişin testidir, 1-3-dür. Cavab 1-4, 3-4-də ola bilərdi yenə. 74-cü sualda deyir ki, elementin hansı variant doğru deyil? Elementin kimyəvi işarəsi. Bir də əmələ gətirdiyi bəsit maddənin formulu. Hidrogen H-la işarə olunur, H2 kimi göstərilir. Xlor xlorla işarə olunur, xlor 2, N2 doğrudur. Helium, neon, argon, kripton, xenon, radon isə bir atomlu bəsit maddədir. Neon 2 mövcud deyil, 74 doğru cavab dedi. Oksigen də O2 kimi, O3 kimi mövcuddur. Doğru cavab 74-də D variantı. 76-cı sualın izahına baxırıq ki, birinci sualda görürsünüz ki, su buz halına maye halına keçibdir. Bu halına maye halına keçməyin adı ərimədir. Qaz halından maye halına keçmənin adı isə kondensləşmədir. Qaz ərimə və kondensləşmə doğru cavab D bəndə. Kimya güvən sınaqlar toplusu sınaq 1-də, birinci qrup sınaq 1-də sual 79-un izahı ilə davam edirik. Bilirik ki, cisimlə maddə var. Cisimləri mən bir qayda kimi yadda saxladıram ki, uşaqlar cisimləri bir neçə dəfə istifadə edirik. Maddəni isə yalnız bir dəfə istifadə edirik. Məsələn, bu qələmi bir neçə dəfə bitənə qədər bir neçə dəfə istifadə edirik də. Amma xörək duzunun 1 qramını bir dəfə istifadə ediriksə, ikinci səfər onu istifadə etmirik. Demək ki, qələm cisim, xörək duzu maddə. Qayçını da bir neçə dəfə istifadə edirik deyə cisim. Doğru cavab cisim, maddə, cisim, C bəndi.